Qasımova Nailə Vidadi qızı, Şəhid Qasımov Kamranın anası. Müraciətim Səidə Bəkir qızınadır. Xahiş edirəm bizim müraciətimizi nəzərə alasınız və sosial şəbəkədə paylaşasınız. Əzizova Ülkər Şahverdi qızı Şəhid muzeyini ziyarətə gəldi. Şəhid muzeyini ziyarət etdi və bizi aldatdı. Dedi, bəs mən sahibkaram, mənim 3 dənə diplomum var, həm müəlliməyəm, mənim bağçalarım var. O bağçanın birini Xankəndində tikmişəm. Polad Həşimov generalımızın adını vermişəm. Bir bağçamız da hazır olur, az qalıb hazır olmağına. Onu da sizin şəhidin adını vermək istəyirəm. Dedik, verin, Allah köməyiniz olsun. Biraz müddət keçmişdi. Bəs dedi ki, mənə pul lazımdır. Bəs o bağçanın içində çatışmayan bir şeylər var. Mənim depozitdə pul yatırtmışam. O pulu götürən kimi qaytaracam. Pul verin, bağçanı düzəldim. Səidə xanım, bu evə gələn, bu şəhidlərin şəkillərini görən insan gəlib şəhid ailəsinə küllü miqdarda pul atarmı? Biz hər gün demək olar, günümüz hər gün bu muzeydə keçir, bu şəkillərlə keçir. Xahiş edirəm sizdən, bax, bir şəhid anası kimi xahiş edirəm sizdən, bizim bu çəkilişimizi nəzərə alasınız. Bizim üçün çox çətindir. Bu muzeylər, bunlar hamısı bizim üçün çox çətindir. Xahiş edirəm sizdən, bu muzeyə ayaq qoyan insan bu ailəni necə allada bilər? 5300 manat bankdan götürdüm, vermişəm. Nə qədər də qohumlardan da götürüb vermişəm. Dövlətin şəhidə verdiyi pensiyanı vermişəm. Onu polisə vermişdik. Polis tərəfindən saxlanmışdı. Kürdaxanıdaydı. 2 ay Kürdaxanıda saxlandı. Zəng etdi ki, mən çıxan kimi sizin dəymiş ziyanınızı ödəyəcəm, götürdüyüm pulları qaytaracam, mən çıxım da, burada qalanda sizə xeyri nədir? 2 aydan sonra çıxdı. Bir 2 ayda çöldə hərləndi, yenə həmənki vəziyyətdə bizi allatdı. Hələ neçə bir adamlara da atdı, dələduzluq yolundan. Sonra bir də saxlandı. Artıq 5 ay idi, yenə Kürdaxanıdaydı. Bir də eşitdim ki, bu Ülkər Rəzovanı buraxıblar. Bəs mən zəng elədim müstəntiqə, dedi, vallah, Nailə bacı, mənim xəbərim yoxdur, onu nə əsasən buraxıblar. Bəs getdim Abşeron prokurorluğuna, orada dedim, bəs mən prokurorluğun qəbuluna gəlmişəm. Prokurorluğun müavini Aslan müəllim düşdü həyətə, çöl qapıda bizi qarşıladı, heç bizə də bir düz əməllə cavab vermədi. Çıxdım, gəldim Abşeron məhkəməsinə, məhkəmədə qəbul otağı var idi. Dedim ki, bəs mən bu Əzizova Ülkərin işinə görə gəlmişəm. O ziyan dəymiş vətəndaşın biri də mənəm, şəhid anası. Bəs bunu buraxmışsınız, bizim xəbərimiz yoxdur. Nə əsasən buraxmışsınız? Yəni bu küllü miqdarda pul alıb, 25.000 də az bir məbləğ deyil. Dedi ki, o sənədlər bizə gəlmədi. Dedim, sənəd gəlmədisə, bəs siz nə əsasən buraxmışsınız onu? Bizə heç bir söz də demədilər. Çıxdım, gəldim. İndi sizdən xahiş edirəm artıq dərəcədə.